dustaqlığı vermişdik. Onun səhhətini, yaşını və eyni zamanda ehtimal edilən törətdiyi cinayətin ağır olmamasını və onu nəzərə alaraq ev dustaqlığı vermişdik. Yəni məhkəmə təmin etmədi. Və eyni zamanda bugün bilmirəm səhhətinlə bağlı idi, nə ilə bağlı idi. Prosesin axırında ögüməyə başladı, qaytarmağa başladı. Yəni bu da bir daha sübut edir ki, yəni onun səhhətində ciddi problemlər var. Yəni onun ən azından səhhətinlə bağlı ev dustaqlığına buraxmaq olardı. Özü də qeyd etdi ki, madam ki dövlət istəmir mənim danışıqlarımı, gedim evdə oturum, yəni nəvələrimlə oynayım. Agir bəy, həbsi nə ilə bağlayırlar, kimlə bağlayırlar? Ümumiyyətlə, hal-hazırda biz istintaq sirri olduğu üçün məlumat verə bilmirik. Amma bildiyiniz kimi hədəqorxuya tələb etməklə bağlı ittiham irəli sürülür. Amma ki, özü qeyd edir ki, onun həbsinin səbəbi məhz onun jurnalist kimi fəaliyyətidir və eyni sərt tənqid mövqeləri olmuşdur. Və bir daha bəyan etdi, keçən dəfə apellyasiya məhkəməsində bəyan etdi. Bugün də bəyan etdi ki, lap mənim bütün məhdudiyyətlər tətbiq olunmaqla ev dustaqlığı mənə vacibdir. Ona görə vacibdir ki, mən səhhətimlə bağlı müalicə götürməliyəm. Yəni bizdə olan tibbi sənədlərdən də göründüyü kimi onun ürəyində ciddi problemlər var və özü də bugün prosesdə qeyd etdi ki, əməliyyata girməli idim. Həbs olunmamışdan bir neçə gün öncə həkimə getmişdi və tibbi sənədlərdən məndə var. Ürəyində ciddi problemlər var və bugün yəqin ki, çox ehtimal prosesdə qaytarması da onunla bağlıdır. Növbəti addımlar nə ola bilər? Xəstəliyinə əlaqədar. Xəstəliklə bağlı bizim əlimizdən gələcəyi bir şey, yəni vəsadətlər verməkdir, ev dustaqlığı vəsadətləri verməkdir və eyni zamanda istintaqın da diqqətini bu məsələyə cəlb etməkdir. Yəni biz üzərimizə düşəni eləyirik müdafiə tərəfi olaraq. Qaldı ki, yəni istintaqın qərarından asılıdır. Agir bəy, hər hansı bir istintaq prosesi gedirmi? Yəni şahidlər varmı? Üzünə dilənən hər hansı bir şirkət mi deyək, şəxs mi deyək? Bugünə qədər həbs olunub 31 oktyabrda, deyilmi? 29-u. Hə. 29 oktyabrda həbs olunubdur. Yəni mən prosesə qoşulduğumdan bu yana hər hansı bir istintaq hərəkəti olmayıb. Yəni bu da bir daha onu göstərir ki, onun jurnalist kimi fəaliyyətini neytrallaşdırmaq onun həbsinin arxasına duran əsas məqamdır. Özü də onu bugün dəfələrcə qeyd elədi. Rəsmi olmasa da, yəni mətbuatda yayılıb ki, deməli Veysaloğlu və Topaz şirkəti, Universal şirkəti Vüqar bəy haqqında onlara hədə-qorxu gəlməklə bağlı deyək ki, hədə-qorxu gəlib də. Onlarla bağlı hər hansı bir istintaqda çıxışlarmı, şahidlərmi iştirak edib, yoxsa yox? Bilirsiniz, birincisi mən ümumi deyə bilərəm. Hər hansı bir istintaq, mən qoşulandan sonra hər hansı bir istintaq hərəkətləri olmuyor. Digər tərəfdən o qeyd edilən yəni adların hardan götürüldüyü mənə məlum deyil. Və bu barədə də yəni bugünkü gündə istintaq sirri olduğu üçün yəni hər hansı bir məlumat vermək də düzgün deyil. Qanun buna icazə vermir. Vüqar Tofiqoğlu'nun ümumiyyətcə bu verilmiş 3 ay 13 gündən sonra buraxılma ehtimalı nə qədər yüksəkdir? Yəni o ehtimalla mən hər hansı bir şey deyə bilmərəm. Yəni onu ehtimalla, yəni belə ehtimala nəzərə alsaq bu yaşlı adam həbs olunmamalıdır və eyni zamanda etdiyi bir şey də yoxdur. Yəni həbs olunmamalıdır. Ehtimal əsasında. Bu günə qədər sizə hər hansı bir maddi sübut təqdim olunmayıb da vəkil olaraq. Bizə o təqdim olunmur. O istintaq onu maddi sübutlar toplayır. İş yekunlaşmayıb. O tip məsələlər istintaq yekunlaşarsa bizə təqdim olunmalıdır. Və hal-hazırda istintaq gedir və hər hansı bir prosessual addımlar yenə qeyd edirəm, mən qoşulandan sonra olmuyub. Yəni olacaqsa mən ailəsinə sadəcə ailəsinə məlumat verəcəm. Vüqar Tofiqoğlu ilə bağlı verilən ittiham deyək ki, Cinayət Məcəlləsinin 182-ci maddəsidir. Bu isə bir dövlətə xəyanət deyil, hər hansı bir ağır cinayət deyil ki, bu bağlı keçirilsin. Yəni vəkilin bu məsələlərdən xəbəri olmasın. Yəni istintaq gedişi müddətində vəkilin ittihamlarla tanış olmaq kimi qanunda göstərişlər var.
Bu necə olur ki, 182-ci maddə ilə cinayət işi başlanılır, amma vəkilə materialın içərisinə baxmağa icazə verilmir. Materialın içinə baxa bilmirik biz. Yəni ki, yenə qeyd edirəm. Yəni cinayət prosessual məcəllədə açıq-aşkar yazılır. Cinayət işi tam yekunlaşmamış. Bizim bütün materiallarla tanış olma imkanımız yoxdur. Biz sadəcə cinayət işinin gedişatında bizim iştirakımızla aparılan prosessual məsələlərdə çatımlığımız var. Yəni o barədə məlumat verə bilərik. Amma ki qeyd edirəm. Yaxşı, bu 4 ay deyək ki, sanksiya verirlər, ya 3 ay 13 gün. Bu müddət ərzində siz hər hansı bir müdafiəni hazırlaya bilmirsinizsə, bu saxlanılan şəxs mütləq şəkildə içəridə bu müddəti qalmalıdır və siz də heç bir müdafiə eləyə bilmirsiniz. Yalnız ev dustaqlığı və yaxud da hər hansı bir irəli sürdüyünüz iddialarınız olur ki, bəlkə də bu çıxsın, biz bunun müdafiəsini öz dilindən eşitdiklərimizlə aparaq. Bəs bu istintaq müddətində necə qurursunuz bu müdafiəni? İstintaq müddətində ancaq bizim iştirakımızla aparılan prosessual addımlar yönündə biz müdafiəni qururuq. Bizim iştirakımızla bağlı hər hansı bir prosessual addım aparılmır. Hayır, bəs onda bir sual verin. Bilirsiniz ki, bu gün əslində ölkə mətbuatında, gündəmdə deməli zəbt edən bir məsələ var. Dövlətə xəyanətlə bağlı olan Ramiz Mehdiyev kimi bir şəxs ev dustaqlığına buraxılarkən Vüqar Məmmədov ittiham olunduğu maddə bir o qədər də ciddi deyil. Bunu ev dustaqlığına buraxmaması nə ilə bağlı ola bilər? Buraxmaması Vüqar Məmmədovun Üzrə cinayətin ağırlıq dərəcəsini soruşuram. burada cinayətin ağırlıq dərəcəsi deyil, şəxslər önəmlidir. Vüqar Məmmədovun Ramiz Mehdiyev olmadığı üçün onu ev dustaqlığına buraxmayıblar. Və bu qədər vəsit. Çox sağ olun. Təşəkkür Təşəkkür ederim. edirəm. Sağ olun. Sağ olun.